Xırda həşərat iri həşəratdan qorxur. Qoyun qurtdan. Güçsüz adam güclüdən. Cəmi bəşər də Allah'tan. Dünyanın özü qorxu üstə bərqərar deyil. Güclü güçsüz insan yoxdur. Kamil insan var. Bir də cahil. Cahilin tərz həyatı heyvanatın tərz həyatı ilə doğrudan doyğundur. Qılınc, küllü qırğın, din, Allah xofu, hamısı hökmranlıq üçün gərəkdir sənə. Əcəlim çatacaq, mən də köçəcəyəm bu dünyadan. Amma Allah xofu çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var. Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq. Və heç nədən qorxmayacaq. Korkusuz insan, insan değil. Kudurmuş ittir. Gözden koymayın bu iblisi. Ne oldu? Ya bıraktı onu. Hekmidar! Hekmidar onu sen bırakma olmaz! Ne istiyorsunuz? Her seferde vardatımın yarısını size veririm. Ve siz ne verirsiniz bana? Hani sizin kelamınızın kudreti? Ne vakte kadar baş kesmeyle galip geleceğim ben? Alın cehendeverinde bir nefer de başpapaklı kalmamalıdır. Başpapağlık almamalıdır! Başpapağlık almamalıdır. Başpapağlık almamalıdır! Kafir Fezlullah dikkat olmalıdır. Çetki olmalıdır! Ketki olmalıdır. Çetki olmalıdır! Başla.